Elçin, Parisdə avtomobil qəzası. Hekayə, 3-cü hissə. Nə olsun, dedi Kərim müəllim. Yazıblar ki, həyatı üçün təhlükə yoxdur. Parisin həkimlərin əlində salmanı sağaltmaq, su içmək kimi zat kimi bir şeydir. Qəribə idi. Biraz bundan əvvəl Nuridə xanım da Zəhraya eyni sözləri demişdi. Zəhra bu teleqramı alanda Kərim müəllim bulvarda gəzə-gəzə fikrən Bakı Sovetinə məktub yazırdı və Zəhra uzun-uzun illər boyu adət etdiyi günlərin eyniliyi bir balaca pozulan kimi, yəni nəsə gözlənilməz bir xəbər gələndə, yaxud əvvəldən nəzərdə tutulmamış bir hadisə baş verəndə o saat özünü itirirdi. Bilmirdi ki, nə eləsin. Sonra telefonun dəstəyini götürüb Nuridə xanıma zəng elədi. Çünki yenə də özünü itirmişdi. Teleqramı telefonla oxudu və Nuridə xanım da hər günkü səhər idmanı yarımçıq kəsildi deyə narazılıqla eyni sözlərdir. Nə olsun? Özləri yazırlar ki, təhlükəli bir şey yoxdur. Parisin həkimlərindən arxayın ol. Salmanı görmədiyi günlərdir. Əvvəlkindən yaxşı düzəldəcəklər onu. Sonra Nuridə xanım yenə səhər idmanını davam etdirdi. Amma bu dəfə özü səhər idmanını yarımçıq kəsib təzədən Zəhrəyə zəng elədi. Bir də oxu teleqramı, dedi. Sonra da tələsik geyinib qardaşı gilə gəldi. İndi Kərim müəllim də əvvəlcə eyni sözlər dedi. Nuridə xanım keçib otaqdakı yeganə yumşaq kürsüdə oturdu və dedi. Dalını oxu. Kərim müəllim teleqramın ardını oxumağa başladı. Yazırdılar ki, Salmanın yaxın qohumlarından biri Parisə gələ bilər və o avtomobildəki Salman qəzaya uğramışdı. Həmin avtomobilin mənsub olduğu şirkət bütün xərcləri öz boynuna götürür. Kərim müəllim bu sözləri oxuyandan sonra yenə də bacısına baxdı. Əvvəlcə bilmədi ki, bu xəbərə necə münasibət bəsləsin, sonra hirsləndi. Həyasızlığa bir baxır. Durduğu yerdə kişini salırlar xəstəxanaya, sonra da pul təklif edirlər. Düzdür, Kərim müəllim bu sözləri dedi, amma burasında hiss etdi ki, bu sözlər beləcə hirslənməyi heç kimə təsir etmədi. Sonra Kərim müəllimin gözləri balaca taxta çarpayısında uzanmış körpəyə sataşdı. Uşağın gözləri açıq idi, amma ağlamırdı. Və Kərim müəllim az qaldı soruşsun ki, buna nə olub belə, niyə ağlamır? Amma heç nə soruşmadı və Şərqiyə baxdı. Şərqiyə xısın-xısın ağlayırdı, tez-tez burnunu çəkirdi, amma heç nə demirdi, dinib danışmırdı və Kərim müəllim fikirləşdi ki, doğru deyiblər ki, ər ilə arvadın torpağı bir yerdən götürülüb, çünki Şərqiyə də əri kimi qara gün idi. Nuridə xanım Kərim müəllimin Şərqiyə baxdığını görüb, yox, Şərqiyə gedə bilməz, dedi. Əlində südəmər körpəsi var. Züleyxa tələsik dedi, hə, Şərqiyə gedə bilməz, mən getsəm yaxşıdır, nə lazımdır eləyərəm orada. Şərqiyə daha da bərkdən ağladı, ona görə yox ki, Parisə gedə bilmir, südəmər körpəsi var. Uşaq da yaman ağlağandır, ona görə ki, hamı və o cümlədən Şərqiyə də yaxşı bilirdi ki, Züleyxanın Salmandan zəhləsi gedir və bacısının Salman kimi yöndəmsiz, geyimsiz, keçimsiz, dilsiz, ağızsız bir adamı əri getdiyi üçün öz rəfiqələrindən utanır. Hamlet Züleyxanın sözlərindən incidi və şüşəbəndin açıq pəncərəsinin qabağına gedib, arxasını evdəkilərə çevirdi. Hamlet yaşca Şərqiyədən də Züleyxadan da böyük idi, amma evdə onu böyük yerinə qoyan yox idi və Hamletin də belə bir münasibətə etirazı ondan ibarət olurdu ki, inciyib küsürdü. Nuridə xanım dedi, böyük olan yerdə kiçik danışmaz. Biz Nuridə xanım əli ilə Kərim müəllimi göstərdi. O rəhmətliklərin yanında cınqırığımızı çıxarmazdıq. Nuridə xanım çoxdan vəfat etmiş valideynləri nəzərdə tuturdu və doğrusu Nuridə xanım valideynləri və özləri ilə əlaqədar o qədər cürbəcür misallar çəkirdi. Xatirələr danışırdı ki, Kərim müəllim daha atasını da, anasını da həqiqətdə olduqları kimi yox, Nuridə xanımın misallarındakı xatirələrində kimi təsəvvür edirdi. Züleyxa acıqla bibisinə baxdı. Çünki Züleyxa özünü bu evdə hamıdan ağıllı və diribaş hesab edirdi və indi də yaxşı başa düşürdü ki, Nuridə xanım özü fürsətdən istifadə edib Parisə getmək istəyir. Hamlet şüşəbəndin açıq pəncərəsinin qabağından otağın ortasına gəldi və bibisinə baxdı. Atasına, anasına baxdı, Züleyxaya, Şərqiyəyə baxdı. Hətta balaca taxta, çarpayısına uzanıb, əllərini gözlərinin qabağında oynadan və diqqətlə əllərinə baxa-baxa. Səsini də çıxartmayan körpəyə baxdı və yanıb yaxıla-yaxıla. Hər yerdə mənim hörmətim var, bircə bu evdən başqa, dedi. Bir balaca qəhərləndi və sürətlə gedib bayır qapısını açdı və ardınca da qapını çırpdı.
Kərim müəllim cavanlıq çağlarında teatra gedib Hamletə baxmışdı və o unudulmaz tamaşanın təsiri ilə yeganə oğlun adını Hamlet qoymuşdu və indi Nuridə xanım açıq-aşkar bir rişxəndlə qardaşı oğlunun ardınca baxdı, çünki Hamletin yaşı 35-i keçmişdi, amma hələ də bir sənət sahibi değildi, hələ də orta məktəb şagirdi kimi gələcək üçün cürbəcür planlar qururdu. Gah ssenari yazırdı və gecə-gündüz bu ssenarinin eşqi ilə yaşayırdı. Gah gedib aeroportda işə düzəlirdi və məşhur gömrükxanaçı olmaq eşqi ilə yaşamağa başlayırdı. Gah da səhərdən axşamacan kitabxanada oturub filosofların, xüsusən Feyerbaxla Hegelin əsərlərini oxuyurdu və bu dəfə də qalın-qalın dəftərləri yazıb doldura-doldura Feyerbaxın Hegeldən üstün olduğunu sübut edirdi. Filosof olmaq eşqi ilə yaşamağa başlayırdı. Nuridə xanım, oturub məsləhət eləmək lazımdır, dedi. Məsləhətli don gembol olar. Kərim müəllim oxuculardan idi ki, qəzetin birinci səhifəsindən axırıncı səhifəsinə kimi bütün yazıları oxuyardı və indi də şüşəbənddə oturub qəzet oxuyurdu. Nuridə xanım səhərdən bəri qardaşı gildə idi və mətbəxdə oturub həm havanın, həm də yanan qazın istisindən tər tökə-tökə yarpaq dolması bişirməkdə Zəhraya kömək edirdi. Züleyxa böyük otaqda divanda uzanıb gündəlik oxuyurdu. Bu gündəliyi Züleyxaya tramvay parkında bircə işlədikləri rəfiqəsi vermişdi. Gündəlik çox gözəl xətlə yazılmışdı. Səhifələrində gül, bülbül, iki tərəfindən də ox sancılmış ürək şəkilləri var idi və Züleyxanın rəfiqəsi bu şəkilləri rəngli qələmlərlə çəkmişdi. Gündəlikdə söhbət nakam məhəbbətdən gedirdi, oğlanların vəfasızlığından danışılırdı, amma Züleyxa diqqətini toplayıb özünü tamamilə bu gündəliyə həsr edə bilmirdi. Heç bir başqa qayğı çəkmədən yalnız bu gündəliklə yaşaya bilmirdi. Çünki dəqiqədə bir şey bəhanə edib mətbəxə gedirdi ki, görsün Nuridə xanım nə danışır. Nuridə xanım heç bir gizli söhbət eləmirdi, çünki Nuridə xanım həmişə Kərim müəllimə inanmışdı və indi də inanırdı. Düzdür, Nuridə xanım çıxıb öz evlərinə getmədi. Qorxdu ki, getsə, Züleyxa davadalaşsalar və birdən Paris məsələsi onsuz həll olunar. Amma hər halda Nuridə xanım öz qardaşına inanırdı və bilirdi ki, əvvəl-axır Parisə Nuridə xanım özü gedəcək.